Salamlar millət, hər vaxtınız xeyir. Mən Məhəmməd Abbaszadə, Abbaszadə TV-yə xoş gəlmisiniz. Arxamda gördüyünüz bugünkü çəkəcəyimiz və incələyəcəyimiz avtomobil Koreya istehsalı olan Kia'nın Pro Ceed modelidir. Deməli, bu videonu çəkməmişdən qabaq yüngül bir turboazda axtarış elədim ki, görək turboazda Kia Pro Ceed modeli ümumiyyətlə varmı, Azərbaycan bazarında nə dərəcədə aktualdır, açığı tapa bilmədim. Sonra isə bir neçə modellər çıxdı qabağıma, girdim içlərinə baxdım. İlk baxışda onsuz da ki, bu ön tərəfdən bir balaca fərqlilər göstərirdi. Yəni hiss elədim ki, bu Kia Pro Ceed o Kia Pro Ceed deyil. Sonra mühərrik həcminə baxanda hiss elədim ki, Azərbaycanda olan Kia Pro Ceedlər 1.4 cəmi bir dənə də elan var idi 1.6 motorla, hansı ki hal-hazırda bizim çəkdiyimiz avtomobildə də 1.6 mühərriklə təchiz olunub. Mən Almaniyaya təzə gələndə bu avtomobili ilk dəfə uzaqdan görmüşdüm. Tam da seçə bilməmişdim. Birinci həqiqətən elə bilmişdim ki, Porsche'nin o arxası furqon modelləri olanlardandır. Sonra yaxınlaşdım, özü göy rəngdə idi. Maraqlı olan da odur ki, bu avtomobilin bir neçə rəng seçimi var. Onlardan biri də göy, boz, qara, tünd yaşıl, onları hamısını burada yerləşdirəcəm. Siz də şərh bölümlərinə qeyd edə bilərsiniz ki, hansı daha yaxşı görsənir. Şəxsən mənim fikrimə görə tünd yaşıl rəng daha belə bir necə deyək, aqressiv bir görüntü qatır avtomobilə. Amma hal-hazırda arxada gördüyümüz bu boz rəngli avtomobil də metalik boz deyək. Metalik deyil, bu boz avtomobildir bu arada. Çox da yaxşı təsir bağışlayır ilk görüşdə. Nəysə, bu dediyim kimi uzaqda yaxınlaşdığım Porsche modelinə gəlib baxanda gördüm bu Kia'dır. Modeli ümumiyyətlə tanımırdım. Çünki son dönəmlər istehsal olan avtomobillərdən biridir. Səhv xatıramca ya 2019 ya 2020 istehsalı olmalıdır bu avtomobillerin ilk çıxışı. Kia'nın Ceed modelindən belə deyə ilhamlanmış bir avtomobildir. Pro Ceed olmağın da səbəbi onsuz da budur. Pro Ceed avtomobili sadəcə daha belə sport bir görüntü qatmış və yenidən dizayn edilmiş avtomobillərdən biridir. Avtomobilin yan görüntüsünə ilk olaraq baxdıqda avtomobil yandan görünüşdə onsuz da nə hatchback, nə sedan, nə də touring versiyasıdır. Yəni sport hatchback olaraq gedir deyək ki, vagon avtomobil tipində təchiz olunub. Ona görə də onsuz da yan baxışdan çox da gözəl bir görüntü qatmağa başlayır. İkinci məsələ arxasının təchizidir. Bu dediyim kimi, ya çox uzaqdan baxanda ilk o Porsche havası verənin arxa görüntü buydu. Və Kia'nın bu modelində çox maraqlıdır. Demək olar ki, bir neçə elementlərdən istifadə olunur. Bu elementlərdən biri qırmızı rəngli detallardır. Hansı ki avtomobilimizdə gördüyünüz kimi arxa hissələrdə bu təchiz olunub və iki səs boğucu çıxışı və bu səs boğucu çıxışlarının hər ikisi işlək vəziyyətdədir. Ən maraqlı olanlardan biri də budur. Adətən bu tip gördüyümüz difuzorlərdə buradan keçdiyimiz çıxışda adətən hər hansı bir səs boğucu sistemi olmur. Amma bu avtomobildə həm o tərəfdə, həm bu tərəfdə səs boğucu sistemlərinə təchiz olunub. Arxa kamera, onlara artıq deməyə ehtiyac yoxdur onsuz da. Demək olar ki, hər biri təchizatda var. Qırmızı detallar sonra harda istifadə olunur? Bir təkər klapelərində içəri əyləc başlığının kəlləsi qırmızı rəngli boyanıb. Aşağı kant qara və qırmızı gözəl bir ahəng təşkil edir. Eyni qaydada bu təkər. Qabaq tərəfə də keçdikdə qırmızı elementləri yenə də burada başlayırıq görməyə. Bura və içəridəki bu Tiger Nazet dediyimiz, yəni bir Tiger necə tərcümə olunur? Pələng burnu deyək. Pələng burnu görüntüsü də buradadır. İndi maşını qabaqdan bir çəkəndə indi yanına da bir pələng şəkli qoyacağam. Nə dərəcə oxşur ya yox bilmirəm. Mən birinci o Tiger Nazet sözünü axtaranda həqiqətən də bir baxdım ki, o pələngin o sifət görüntüsü bunda var. Performans elədimi onu birazdan görəcəyik. Nəysə, o keçdikdən sonra səs keyfiyyəti artsın deyə. Deməli, avtomobilin növbəti kapot hissəsinə keçmək istəyirəm. Mühərriki hissə təqdim eləmək istəyirəm. 2023-ün avtomobili olmasına baxmayaraq, hələ də bu düdüklə düz formada qalır burada. Nəysə, əsas odur stabil qalır, üstümüzə düşmür. Deməli, Kia Pro Ceed GT olaraq gedir bu avtomobilin modeli və 1.6 mühərriklə təchiz olunub. 204 turbo mühərrikdir. İlk təbii ki, təəssüratda onsuz da yaxşı bir komplektasiya bizi qarşılayır. Hansı ki, mühərrik qapağı yerindədir. Yəni detalları, bunu da deyərdim mənfi kimi görərdik.
Məsələn BMW, Mercedes, Audi, Volkswagen kimi avtomobillərdə adətən mühərrik yəni olan qismdə bir neçə detalın hamısını bu qapağın altına sıxışdırıb soxuşdururlar. Burada isə misal üçün hal-hazırda gördüyümüz hissədə sadəcə mühərrik qapaqla təchiz olunub. Burada məsələn bir element var, remeni görürük burada. Bu çox açıqda qalıb. Misal üçün bunun simləri zadı çox çöldədir. İkinci məsələ akkumulyator misal üçün BMW-lərdə birisi arxada olur, Kia-larda onsuz da qabaqda olur. Bu düzdür. Hələ də inkişaf gedə-gedə də bir fərqlilik göstərmir. Bu hələ də qabaqda öz yerini saxlayaraq durur. Bu da ki oil engine sisteminin görüntüsü köhnə dədə-baba qaydası olaraq hələ də dəmirlə təchiz olunub, elektronikaya hələ keçməyiblər. Bir digər məsələ, bu avtomobildə ən çox maraqlı, xoşuma gələn hissələrdən biri odur ki, Proceed sport model olaraq təchiz olunduğu üçün Proceedlərdə səs sisteminə xüsusi önəm verirlər. Deməli, səs sistemi deyəndə bir nəyə nəzərdə tutdum? Az öncə danışdığım kimi, hər tərəfdə onsuz səs boğucu çıxışı var, hər ikisi orijinal olaraq işləyir. Digər avtomobillərdən fərqli olaraq bu avtomobildə sport moda keçəndə içəridə bir klapan var. Hansı ki klapanın miqdarını biraz da açır və avtomobil sport moda keçəndə artıq fərqli bir səs sistemi bizi qarşılayır. Yəni cold startda məsələn normal avtomobillərdə sport modu ilə normal modda səs boğucu sistemində ciddi bir fərq olmur. Amma bu avtomobildə sport moda keçdikdə maşın başlayır belə eləməyə. Mən açığı BMW-ni almamışdan qabaq bu avtomobillə maraqlanmışdım ki, dəyərmi almağa, dəyməzmi? Çünki qiymət və keyfiyyət də üst-üstə düşür. Videonun axırında olsa qiymət haqqında da sizə burada internetdən bilgiləri göstərəcəm. Həm birinci əl, həm ikinci əl Avropadan, Amerika bazarından tapsam təbii ki göstərəcəm. Çünki Amerika bazarında istehsal olunur. Onu da sizə qısa formada buralarda göstərəcəm. Avtomobil haqqında dünən bir maraqlı məlumat oxuyurdum. Onu da dedim sizlə bölüşüm. Bu avtomobil İngiltərə bazarında məsələn çox aktual ola bilməyib deyə İngiltərədə bu avtomobil hal-hazırda satış dayandırılıb. Yəni hal-hazırda İngiltərədə bu avtomobilin satışı yoxdur. Niyəsini maraqlı söhbətdir. Yəni nə dərəcə bəlkə ehtiyacım olmadı, yoxsa deyək buna oxşar onsuz da modellər varmı? Misal üçün Kia Ceed modeli onsuz da bundan biraz daha geniş, daha ailə avtomobili kimi sayılır. Pro Ceed avtomobili sanki onun yanında bir balaca zəif qaldı deyərdim. İçəri daxil oluruq. Az öncə dediyim məsələ səs boğucu sistemləri ilk olaraq yoxlayacağıq. Avtomobilimizi onsuz da içəridə gördüyünüz kimi bizi gözəl bir salon qarşılayır. Qırmızı detallardan buradan da istifadə ediblər. İçəri hissəsinə keçmədən öncə ilk öncə səs boğucu sistemini göstərməyə çalışacağam. Birinci səhv eləmirəmsə onsuz da normal modda olmalıdır. Normal cold start edib gedirik arxaya. Yəni avtomobilin onsuz da deyərdim ki bir 4-5 kilometr sürüb gəlmişik. Bir balaca soyuq motor sayılır. Yəni çox da qızmayıb. Start stop eləyək. Açar məndə deyil. Bu formada bir açarımız var. Qabaq və ön tərəflərində hər hansı bir knopka yoxdur. Knopkaları yan tərəfə gözəl formada yerləşdiriblər. Və Fugel Sport reklamı deyil, sadəcə elə belə avtomobili aldığımız yeri göstərəcəm. PV açmaq üçün də yaxşı bir yer istifadə olunur. Bir də burada market işarəsi görə bilərsiniz. Almaniyada market səbətlərinin içində belə qəpik salırsınız, onu çıxardır, qəpik qalır içində, yəni depozit kimi. Sonra da təzədən taxanda qəpiyinizi götürürsünüz. Bundan istifadə edərək qəpikdən istifadə etmədən də səbətdən istifadə edə bilərsiniz. Bu da avtomobil haqqında olmasa da xırda keçik bir bilgi oldu. Nəysə. Bu arada bu avtomobilimiz 12.000 kilometrdədir. 11.976 kilometrdə. Sıfırdan yəsindədir. Məhəmməddədir bu arada. Və 12.000 sürəndən sonra təbii ki onun da fikirlərini soruşarıq. Görək 12.000 ərzində problem çıxarıbmı, çıxarmayıbmı? Yəni mən olsa bu aşının demək olar ki olsa yanında olmuşam. Bu avtomobil 12.000 ərzində hələ ki problem çıxarmayıb. Bu normaldır. Gaz verirəm. Geç sporta. Bir de geç normala. Təzədən sport. İndi gaz. Takla. Avtomobilin birinci sürücü hissəsinə oturaq. Sürücü hissəsi onsuz da demək olar ki, bütün avtomobillərdə, hətta son dönəm heç bir maneə törətmir. Onsuz da həmişə rahat olur.
Avtomobildə daxil olan kimi ən birinci gördüyümüz isə səs sisteminin JBL ilə təchiz olunmasıdır. Kolonkalar burada bir neçə yerdə JBL-in yanındakı göstərişlərini görürük. Avtomobil mənim üçün ideal formada təşkil olunub. Deyərdim ki, mən hal-hazırda bir problem çəkmirəm. Avtomobili bir işə saldıqdan sonra isə bizi burada ilk qarşılayan sürətlər panelidir. Elektronik qaydada təşkil olunub. Deyərdim ki, Kia Nons'da gördüyümüz bütün modellərində bu elektronik modellərdə formada təşkil olunmuşdu. İkinci məsələ, sağ tərəfdə bizi kiçik bir 12.5 kiçik deməyəlim, hətta yaxşı da ölçüsü var. Bir monitor bizi qarşılayır. Monitorda Apple CarPlay və Android Auto sistemləri də təchiz olunduğu üçün telefonla çox da kontakta girmədən bütün telefonda olan məlumatları burada onsuz da görürük. İkinci bir digər məsələ, sağ tərəfdə bir telefon üçün şarja taxmaq üçün istifadə olunan bir yerimiz var. Hansı ki, telefonu bura taxdıqda deməyək, qoyduqda və bu knopkanı basdıqdan sonra artıq bura qoyduqda avtomobil telefonunuz hər hansı bir kabelə ehtiyac olmadan da onsuz da zaret yığmağa başlayır. Sadəcə deyərdim ki, bunun burada olmağı biraz mənim açıq xoşuma gəlmir. Deyərdim ki, daha belə görünən bir yerdə olması daha yaxşı olardı. Amma Apple CarPlay olduğu üçün telefona ehtiyac olmadan da hər şeyi monitorda onsuz da görürsünüz. Məncə belə də pis bir fikir deyil. Digər sistemlər adətən hamısı burada təşkil olunub. Hansı ki, avtomobillə məsafə saxlamaq, öndəki avtomobil tormozladığı halda məsafə saxlamaq, sürəti azaltmaq, palasada qalmaq, palasada çıxanda xəbərdarlıq etmək kimi məlumatlar burada və avtomobilin digər hissələrində təchiz olunur. Bu avtomobildə az öncə danışdığım qırmızı detalları salonda da hamısından istifadə ediblər. Salonun demək olaraq hər yerində qırmızı detallar görsənir. İstəyərdim ki, arxa oturacağı da açaq. Arxa oturacaqda Məhəmmədə dedim ki, sökmə. Uşaq oturacağı var. Hansı ki, misal üçün hal-hazırda biz bir nəfər burada oturmaq, məsələn deyək kiçik bir ailə bir nəfər avtomobili sürür, bir nəfər arxada və yaxud da qabağında oturur və bir nəfər də uşaq yerində oturur. Avtomobilin salonu nə dərəcə darlaşma, genişmə, özünü nə qədər rahat hiss edirsən kimi şeyləri dedim ki, burada göstərək. Mən düzü axır zamanlar fikir vermişəm. Mən hansı avtomobilə otururam, mənə rahat gəlir onsuz da, mənə balacadır. Amma yəni belə deyək, digər videolardan da gördüyüm qədəri ilə arxadakı oturacaq hissələri bir balaca narahatdır. Nəyə görə? Bu məndə narahatlığını hiss edirsən. Arxada oturduqdan sonra bu hissədə görürsünüz kiçik bir məsafə qalır. Məsələn, bu qısa məsafələrdə bu adətən hiss olunan bir hadisə deyil. Amma yenə ayaq adam bir istəyir ki, bir ayaq belə bu hissədə burayla təmas eləsin. Yəni bunun bir kiçik olmağı buradakı oturan üçün uzaq məsafədə ayaq ağrısına səbəb ola bilər. Həkimlik təcrübəmlə istifadə edərək də bunu deyirəm, məncə. Ona görə bu maşında uzaq məsafə gərək sürməyəsiniz. Halbuki bizim Məhəmməd bir dəfə Hollandiyaya qədər sürüb 700 neçə kilometrdə, 600 neçə kilometr deyək, gediş-gəliş bir 1000-ə yaxın məsafə qət eləmişdi. Pis də getməmişdi əslində. Yəni gedişi cəhətindən heç bir problemi yoxdur onsuz da, onu demirik. Amma ki, arxa oturan sərnişin məncə bir balaca o narahatçılığı hiss eləyər. İndi ön oturacağa keçib bir detalı göstərmək istəyirəm. Az öncə dediyim məsələni indi misal üçün ön oturacaqda, yəni ön oturacaqda oturan sərnişin olaraq sizə göstərmək istəyirəm. Nəyi nəzərdə tutacağam? Bu oturacağın onsuz da quruluşuna fikir versəniz, oturacaq aşağıdan başlayır yuxarıya doğru qalxır ki, insan oturanda bu oturacaq hissəsi gəlib ayağa tam otura bilsin. Misal üçün qabaqda oturaq. Qabaqda oturduqda eyni qayda. Dediyim kimi, bu ayaq gəldi bura oturdu, artıq bir rahatçılığı hiss elətdirir. Ayağınızı rahat uzada bilirsiniz. Arxada amma bu yaranır. Bu əgər arxada da yaranırsa, bunun ölçüsü də bir azca yuxarı olmalıdır ki, bu gəlib buranı saxlaya bilsin. Arxada oturan sərnişin də narahat olaraq getməsin. Arxa deyərdim ki, çox da belə pis deyil. Bir qapını bağlayım. Yəni kifayət qədər normaldır. Özümü rahat hiss edirəm. Mən məsəl üçün bu avtomobillə onsuz da bir neçə dəfə özüm də uzaq deməyə bir neçə məsafələri qət etmişik. Sərnişin olaraq oturmuşam. Pis bir təsir bağışlamış. Qısa olaraq avtomobilin bir də bagajını sizə göstərmək istəyirəm. Ölçü cəhətdə nə dərəcədədir? Kia dediyim kimi Ceed modelində bu ölçü daha da biraz genişdir. Pro Ceed modelində bir balaca kiçildiblər. Amma ki 529 litr həcmli bir bagaj həcmi əslində pis bir həcm deyil deyərdim ki. Hətta arxa oturacaqlar da arxaya gedəndə bu genişlik demək olar ki 2 dəfədə artır. Yəni uzaq bir yolda nəsə bir daşımağa əgər ehtiyacı varsa məncə pis fikir deyil. Burada gördüyünüz kimi arxa bagaj. Bir də təbii ki zapas təkəri var idi bu maqa. Yox. Bu avtomobillər də zapas ikinci təkər olmadığına görə aşağı hissədə xırda bir kiçik göz var. O hissədə də fərqli bir şey yoxdur. Təkərimiz yoxdur. Avtomobilin salonu ilə bağlı deyəcəklərim də bu qədər. İndi isə yaxşı olardı ki, keçək bir 0-100 test eləyək
ümumi bir sürək görək avtomobil şəhər içində necə bir effekt göstərir və son olaraq həmişə olduğu kimi bir avtobana da çıxıb yüngül bir digər avtomobillərin dirəşə görək necə bir effekt yaradır. Getdik. Deməli avtomobilə oturub POV kamerayla davam eləyəcəyik sürüş testinə. Mənə misal üçün sürüş testləri adətən POV kamera ilə daha bir zövq verir. Ona görə də adətən sürüş testlərini POV kamera ilə eləyirik. Burada avtomobili idarə etdikdən sonra artıq həm də avtobana çıxıb sürüş testi eləyəcəyik. Sarıya qədər bir sürət artımı eləyək. Avtomobilin sürətlənməsi çox idealdır. Yəni turbo mühərrik 1.6 turbo mühərrik öz gücünü göstərməyə bacarır. Bir balaca da yolda elə qiymət və keyfiyyət məsələlərini istəyirdim danışım. Hansı ki, bu avtomobilin misal üçün, dediyim kimi avtomobilin qiymət və keyfiyyət məsələlərinə isə gəldikdə, bu avtomobilin ortalama 0 kilometrinin bazar qiyməti hal-hazırda Almaniya üçün 30-35 min avro dəyərindədir. Deyərdim ki, videonun əvvəlində də bir məsələyə toxunmuşdum ki, mən BMW-ni almamışdan öncə ilk öncə bu avtomobilə üstündə biraz fokuslanmışdım. Bu avtomobili almağı düşünürdüm hətta. Qiymət keyfiyyət məsələsində 30-35 minə deyərdim ki, avtomobillər adətən bundan fərqli qiymətə əgər BMW, Mercedes və yaxud Audi avtomobillərini idarə etmək istəyirsinizsə, aydın məsələdir ki, bir balaca daha çox pul ödəməlisiniz. Bir balaca dediyim ortalama bir 50 min, 60 min, yəni BMW-nin 3-cü seriyası misal üçün aşağı-yuxarı gəlib bundan misal üçün bir eyni səviyyəyə düşə bilər deyərdim. Ona görə bu avtomobilin qiyməti öz keyfiyyətinə görə çox yaxşıdır. İkinci əl avtomobil bazarında təbii ki, bu avtomobili tapa bilərsiniz. Dediyim kimi, yeni avtomobil olduğu üçün ikinci əl bazarda da bir balaca miqdarı və sayı azdır. Amma ki, axtarsız artıq 5 il keçib üstündən, bunu da nəsə eləmək olar. İkinci əl bazarına isə misal üçün ortalama qiymətlərə baxsaq 25 min, 26 min avroya 25 min, 35 min kilometr getmiş avtomobillər tapmaq mümkündür ikinci əl bazarında da Almaniyada. Az öncə bir məsələyə toxunmuşdum ki, bu avtomobilə artıq 12 min kilometrdir ki, Məhəmməd istifadə edir. Hal-hazırda bilirsiniz nə gəlir mənə? Burada deməli maraqlı bir xəttənmə var. Sağ tərəfdə velosiped zolaqları təşkil olunub. Bu balaca ştrikləri görürsünüz. Ortada bir xətt yoxdur, digər tərəfdə də bir şey var və ona görə hal-hazırda mənim assistant modu deyir ki, xəttin içində qalmağa çalış, amma mənə elə gəlir ki, hal-hazırda xətti tam olaraq tuta bilmir ki, xətt tam olaraq hansıdır. Buraxaq misal üçün özü bir deyir ki, şeylə, rolu da buraxma. Amma mən üçün fırladır əslində hal-hazırda rolu. Mən əlimi buraxmışam misal üçün gedir. Arada bir toxunmağımı tələb eləyir. Yolu tuta bilmir. Bu assistant modu açıq çox xoşuma gəldi. Bayaqdan assistant modu ilə elə bu yolu davam eləyirdim. İndi də biz sürətlənmək üçün avtobana gedib daxil olacağıq. Yenə xətti tanıyanda mənə yaşıl bir işarə göstərir orada ki, tanıdım, əli buraxa bilərsən. Mən də əlimi buraxıram, özü başlayır idarə eləməyə. Ehtiyac olanda özü deyir ki, misal üçün bir dənə toxun, bilim ki, yatmamısan yoxsa yox. Hal-hazırda əlimi çəkmişəm misal üçün. Super. Biraz ortada quşlaya bilər, yəni onu da arada bir əllə tutmaq lazımdır ki, problem olmaz. Bu modu amma kim istifadə eləsin də? Yox, bu modu avtobanda istifadə edə bilirsən. Avtobanda xətlənmə çox yaxşıdır. Məsələn, burada xətlənmə məsafəsi də vacibdir. Məsələn, bu iki xəttin arasındakı məsafə də biraz vacibdir. Əgər çox geniş bir xətlənmə olanda itirir. Aysun. Avtobanda isə o problem olmur. Çünki xətlənmələr hamısı qaydasındadır. Orada da avtopilota atırsan, ki, avtobanda sürətsiz bir yer atırsan 150-yə, onu da aktivləşdirirsən. Həm də sürət məsafə söhbət də var, yəni buraxanda. Hər şeydə özü eləyir. Avtomana keçməmişdən qabaq sport modu aktivləşdirmək istəyirəm. Bilməm nə dərəcədə səs gəlir, amma içəriyə doğru babat bir dənə səs gəlir. Hof avtobanına yenə giririk. Ya dediyim kimi, turbo mühərrikli avtomobillərin demək olar ki, bir çoxunda var. Axırıncı cəhətimiz Volkswagen-də də bu özünü göstərirdi. Sürətlənmək istəyəndə yəni heç bir çətinlik yaşamırsınız. 60 ilə gedirik hal-hazırda, sürətlənək. Yenə eyni şey oldu. Bunun əvvəlki videomuzda da qabağımıza bir maşın çıxmışdı. Sürətlənə bilməmişdik.
210'a kadar gördük. Ama Volkswagen'in sürətlənməsi kimi değil. Diyerdim. Volkswagen'de çünkü 160'dan sonra sanki bir dəfədə motor açılırdı. Ama fərq vardı. O iki motordu. Bu 1.6 motordu. Yani bunu diyerdim ki başa düşmək olar, ama ona rağmen ağırlıq məsələsi də var. Ama bu avtomobil daha yüngül avtomobildi. Volkswagen çok sert idi. Açığı hələ də sport moddan çıxartmamışım. 0-100 testini eləmədim. Bir də ki açığı o qədər də içimdən keçmədi. Həm yollar o qədər boş değildi bugün 0-100 testini eləmək üçün. Həm də ki yəni 0-100 testi üçün onsuz da rəqəm var da belə deyək. Ona görə əsas bizə sürən anda performans lazımdır deyə düşündüm ki, bu da olsa bəs yəni 0-100 test o qədər də. İndi Maga'dan açığı 12 min ərzində bir problem çıxıb mı, çıxmayıb mı onu soruşmaq istəyirəm. Bir də belə sürətlənək. Avtomana girişimizi elədik. Hə Maga? Yeni maşındır da, təzə almış. Mən alanda 23 kilometrdə almışdım. Sıfır sayılır da, hə? Yəni təzə maşındır, adətən bunu burada demək olmaz ki, problem çıxardacaq, çıxartmayacaq. Amma ki... Ən azından 12 min ərzində... 2 yılında mən bir dəfə yağ dəyişmişəm. Məsələn, Azərbaycanda bu dəqiqə Kitay maşınları bazara çıxıb və ustalar çox aktual formada 15-20 min kilometrə çatmış avtomobilləri çəkib göstərirlər ki 0 kilometrdə, amma halbuki problem başlayıb çıxartmağa, məsələn. Yox, maşın mən çox razıyam, yəni bir də düşsə belə bir maşın alaram, almaram. Çünki sadəcə digər BMW və Mercedes-dən fərqli olaraq, indi onların da bu sinifə aid olan maşınlarına görə deyirəm. İzolyasiya söhbəti o qədər də yaxşı deyil. Yəni sən 160-170 maşın sürəndə 160-170 maşın sürmək olmaz. Əgər sürmək istəyirsənsə, yəni onda elə bir ki, çölü içəridə hiss edirsən, izolyasiya cəhətdən o qədər də yaxşı deyil. İndi məsələn sənin maşında oturanda o komfort hissi ilə buradakı eyni deyil. Yəni maşın biraz həm kiçik, həm askı sistemi biraz sərtdir sport olduğu üçün. Amma yenə dedim ki, məsələn Volkswagen'dəki sərt o askı sistemi bunda yoxdur. İkisi arasında fərqi olanda. Mən də misal üçün bu da çox rahatam. Asistlə sistemi olsa özü sürür. Mən nəyim alım? Fırlatmıram. Fırlatmıram. Çox qəşəng. Yəni bu sistem həqiqətən xoşuma gəlir. Mən indi videodan bilməm nə dərəcədə mənim yaxşı deyə yox. Mən uzaq yola çıxanda semiçka tutmağı çox xoşduram. Çox idi. Bunun malıdır da mağa. Qoy çaqqa-çaq özünsün. Məsələn burada dönə bilər, yoxsa sürəti salsaq dönər yəqin. Sürəti. Amma şeyi tanımayıb ha. Tanımayıb. Çünki sən tormozlayanda o itirir. Hə indi tanıdı. Amma dönməyəcək, itirəcək. Yox tanıyırdı. Prosta ki sürət məncə çox idi ona görə. Sürət çox idi. Sürət olanda şey. Amma avtoban üçün yəni uzun məsafə sürmək istəyirsənsə, bir dənə dedim izolyasiya məsələsi yaxşı deyil. Yəni bir yerdən sonra artıq bu çöldəysə sənin başın içində. Amma bu dediyim söhbət 120-dən 130-dan sürəndə getmir də. Burada avtobanlar. Amma məsələn normalda da sürəndə odur, yoxsa sport modda daha çox səs? Yox, sadəcə çöldəki səsi içəridə hiss edirsən. Budur problem. Yəni modun fərqi yoxdur onda belə. Çünki sport modda hiss olunur ki, bir balaca da o səsi daha da şiddətləndirir. Sport modda içəridə hiss edirsən, amma ki sadəcə bu cəhətdən narazıyam. Amma belə ümumilikdə onsa mən maşın çox sürmürəm. 11-12 mini də uzaq yerlərə getmişik. Hələ 11-2 mindən yaxında biz Hollandiyaya gedəndə şey oldu. Ora getdik, gələndə başqa yollara getdik də. O cəhətdən, amma belə sırf hər gün sürməyəcəksənsə, hər gün sürmək üçün almaq olar. Ümumilikdə alınası maşın. Burada məsələn 30-30 minə hər gün sürə biləcəyin daha belə kiçik motorlu, bu da onsa kiçik motordur. Məsələn bunun da şeylərinə baxmışdım. Oxşar sinif Kapat. Yəni şeyi nəzərdə tuturdum. Eyni sinif ola biləcək potensialdakı avtomobillər, məsəl üçün Volkswagen hansı marka idi? Arteon məsələn. Arteonu deyir ki, bundan aşağı yuxarı eyni sinifə qoymaq olar. Sonra Peugeot'un 508 modeli məsələn. Yəni məsələn belə deyək, əlində 35 min avro pulun var, 0 kilometr almaq istəyirsən, bu avtomobili alırsan, ikinci əl avtomobilimi almaq istəyirsənsə 30-35 minə misal üçün nə tapmaq olar? 2017-18-in misal üçün BMW G30 5-ci seriya məsələn deyək ki də indi. O gəlir, amma probeg məsələsi var ki, probeg gəlir 80-də tapırsan, 90-da tapırsan. Mercedes də almaq olar 30-35 min arası. Capacity TV-də bugün Kia Proceed 1.6 mühərrikli avtomobil haqqında danışdıq.
Şərh bölmələrində fikirlərinizi gözləyirəm. Yəni siz əgər bu avtomobili bu kompleksiyasada 0 kilometr almağı düşünərdinizmi ya yox? Və yaxud da ki bu qiymətə hansı sinif avtomobillər daha uyğun olardı sizin fikrinizcə? Kanala abunə olub videoları bəyənməyi unutmayın. Videonu artıq burada sonlandırıram. Növbəti əgər incələmə videoları maraqlı gəlirsə, hansı avtomobilləri istədiyiniz haqqında şərh bölməsində bildirin və digər videoların əgər sizə uyğun olan hər hansı bir maraqlı gələn bir ideyalarınız varsa, onlar haqqında da şərhə öz fikirlərinizi bildirməyi unutmayın. Görüşənədək növbəti videolarda görüşərik.